əyyam-ı Fatimiyyədir, Xanım Zəhra günləridir. Allah bizi Peyğəmbər və Əhl-i Beytindən dünya və axirət ayrı salmasın. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, gələn günlərimizi xeyirli və bərəkətli qərar ver. İlahi, pis günlər, yaman günlər bizə, müsəlmanlara, müminlərə, xalqımıza, millətimizə göstərmə. İlahi, hər kəsə xoş günlər nəsib elə. Xalqımız üçün xeyirli və bərəkətli, həm də daimi qərar ver. Xalqımızın, millətimizin, ümmət-i İslamın başının üstündən yaman yerlər ilahi əsdirmə. İlahi, bizi gücümüz çatmayan sınaqlarla imtihana çəkmə. Düşmənlərimizi xar və zəlil elə. Şəhidlərimizi qəriq rəhmət, ailələrinə gözəl səbr, inayət elə. İlahi və Rəbbim, Muhammed Ali Muhammed hörmətinə xəstələrimizə, nəzərdə olan xəstələrə, evlərdə olan xəstələrə ilahi və Rəbbim, tezliklə şəfaya acil mərhəmət elə. Əsirlikdə olanlarımız, işi müşkülə düşənlər, özü dara düşənlər, Allah işlərinə özlərinə tezliklə fərəc ver. Qərib İmam Rıza Aleyhisselam hörmətinə qəriblikdə olanlarımız, ruzu dalıcan gedənlər, elm dalıcan gedənlər, qürbət ölkələrdə olan həmvətənlərimiz, mömin qardaşlarımız Allah hamısın hifz elə. Ələl-xüsus hərbi xidmətdə olan cavan qardaşlarımızı, əskər və zabitlərimizi Allah öz pənahında saxla. İlahi, işlərimizin, ömrümüzün aqibətini xeyirlə xətm elə. İmam-ı zamanımızı səlamət elə. İnşallah şərafətli zuhurunda da təcil qərar ver.